Həm də mən rektor gedirəm orada əmrindən, gətirib sizə götürəm. Təhsil almadan rektor. Rektor şey demək təhsilin onunla dərk mi var ki? Vəzifədir o. Hə, vəzifədir. Hərif tanımıram, yazı yaza bilmirəm, amma alimi işlədib pul qazanıram. Sizcə sizin bu fikriniz oxumaq istəyən gənclərimizə mənfi örnək olmur ki? Gedim 3-4 dənə diplom alırsansa, o problemli adamdır. O adamda nəysə çatışmaz. Ayda 15 min dollar pul verirdim. Nə ifləydi ki? Belə bir açıqlama vermişsiniz ki, olsa 2 milyon manat pulunuz var. Bəlkə gözə gəlməkdən çəkindiyiniz üçün məbləği bu qədər az deyirsiniz. Düşünməyin ki, pul gələndə elə hər şey yaxşı gələcək. Heç sevməyin də pulu. Az olsa daha yaxşıdır. Niyə yeyəsən ki pulu? Yeməli deyil ki. Aldanı bitirdiyiniz ən böyük məbləğ nə qədər idi? Mən 50 milyon. Bir dəfə biri 10 manat pul atdı. Eləmədim qarışlar qalmadı. Kasıb keçənlə varlı keçər bilinir ha. Fərqi var ha onun. O Düz deyirsən, yan bayan oturmuşsunuz, hiss eləyirəm. Hal-hazırda bizdə pul var. Nə qədərdir? 8 milyon, 7-8 milyon. Bu dəqiqədə yanımda aşırıda işləyir çoxdur. Bu demək deyil ki, indi mən çobanın başda oturmalı deyiləm, müdür başda oturmalıdır. Elə deyil. Yaxşı, Lamborghini yoxsa Ferrari? Lamborghini. Niyə Lamborghini? Ferrari ikisini də almışam uşaqlara tez xarab olur. Tez xarab olurlar. Hə. Almayın Ferrari uşaqlar. Mənim maraqlıdır, öz tikdiyiniz evdə, binada yaşayırsınız, yoxsa? Yox. Birdən o qədər çox pul gətirdim, söyledi ki, mən evimə pul gətirdim. Niyə? Qorxurdu, çünki əyri yoldan gətirdim pulu. Hə, əyri yolla. Savadın dilsiz, cəhalətin səsli qələbəsi, hərfləri tanımaqdan aciz olduğunu qürurla bəyan edən, özünü çoban adlandıran bir adamın milyonlara hökm etməsi və ölkədə alimləri, ziyalıları özünə maaşlı qul etməsi ilə öyünməsi yalnız bir fərdin trajikomediyası deyil. Bu, bütün bir təhsil, mədəniyyət və ləyaqət sisteminin necə iflasa uğradığının, dəyərlər piramidasının baş üstə çevrilməsinin ən eyməcər təzahürüdür. Özünə rektor sənədi alan bu zümrə sadəcə cibindəki pulla diplom, titula və kürsüyə sahib ola biləcəyini sanır. Əslində, belə birinə həmin sənədi verən, o kürsünü həvalə edən və alimi çobanın qarşısında diz çöktürən mexanizmin varlığıdır. Elm adamının, illərini kitablara fəda etmiş alimin çörək pulu üçün hərfləri belə seçə bilməyən bir cahilə möhtac edildiyi ölkədə, gələcəkdən, inkişafdan və mədəniyyətdən danışmaq özü bir böyük ironiyadır. Biliyə verilən qiymət, cahilin verdiyi dilənci pay qədərdir. Təhsil sisteminin iflası. Əgər hərfi tanımayan biri rektor sənədi gəzdirirsə, o ölkədə ali məktəb artıq elmin məbədi deyil, sadəcə kağız parçası paylayan və ticarətlə məşğul olan bir bazardır. Bir cəmiyyətdəki alimin ağlı çobanın cibinə məğlub olur, orada tərəqqi deyil, fəlakət yetişir. Çoban sürünü otarar, amma elmi və təhsili çoban təfəkkürünə həvalə etsəniz, bütün bir milləti mənəvi sürüyə çevirərsiniz. Bu mənzərə təkcə acınacaqlı deyil, həm də gələcəyimiz üçün açıq bir həyəcan təbilidir. Elçin Dərvişoğlu.